Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Premium bir mənzildən salamlayırıq sizi. 28 may metrosunun düz yanında tam 4 otaqlı, 195 kvadrat ölçülü lüks bir mənzil təqdim edəcəm sizə. Mənzilimiz 18 mərtəbəli rezidens binanın 28 rezidensidə yerləşir. Tanıyanlar bilir, kifayət qədər premium binadır. Metronun düz ikinci çıxışının yanında. 18 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir mənzilimiz. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısından girdikdə sağ hissədə belə bir tam bir qardirob mebeli yığılıb. MDF panellərdən və boyadan, akrilik boyadan istifadə edilib. Otaq qapıları da kifayət qədər keyfiyyətli və MDF boyadan istifadə edilən qapılardır. Giriş qapısı ilə üzbəüz belə bir dresuar və açarlıqdan istifadə edilib. Bura işıqlandırmalardan yenə öz növbəsində xol və mətbəx boyu döşəmə qranit isti döşəmədir. Otaqlarda isə əla növ parketdən istifadə edilib və xol hissədə əlavə olaraq daha bir qardirob mebeli var. 4 qapı da burada yerləşdirilib. Əlavə olaraq pufik və ayaqqabılıqla, asılqanlıqla əla dekor edilib. Ümumi konseptə uyğun. Otaqların yerləşməsi 2 böyük ölçülü yataq otağı var. Hər ikisinin daxilində ayrıca olaraq sanuzeli var. Master bedroom tipində tərtib edilib. Ümumi sanuzel burada yerləşir. Burada mənzilin mətbəxi, burada böyük ölçülü bir qonaq otağı, burada isə uşaq otağı yerləşməkdədir. İlk öncə başlayıram qonaq otağından. Mənzilin qarşısı açıq, gün düşən bir mənzildir və bütün otaqlardan şəhərə və dəniz istiqamətinə əla panorama açılır. Qonaq otağının genişliyini görürsünüz. Təxminən 50 kvadrat ölçüyə yaxın bir qonaq otağı var. En və uzunluq nisbəti idealdır. Kvadrat ölçüyə yaxın bir qonaq otağıdır gördüyünüz kimi. Və bu Riger girintilər belə bir güzgülü və gizli işıqlı mebellərlə əla dəyərləndirilib. Hər iki istiqamətdə qonaq otağında görürsünüz bunu. Tavan işıqlandırmalarda magnetik reys işıqlardan, gizli işıqdan və lüstrdan istifadə edilib. Böyük bir nəhəng ölçülü bir TV stand yerləşdirilib. Ümumi qonaq otağının ölçüsünə uyğun AUX markalı bir kondisioner və hər iki vitraj pəncərədə qonaq otağında lodja tipli balkonlar var. Gördüyünüz kimi kiçik ölçülü balkonlar var. 2 böyük ölçülü balkonlar da var. Onlardan biri yataq otağında, biri isə mətbəxdə yerləşir. İndi isə davam edirəm mətbəxlə. Mənzilin təmiri zamanı həqiqətən keyfiyyətli və premium inşaat materiallarından istifadə edilib. Yəni baxış keçirdiyiniz zaman şahid olacaqsınız buna. Və belə bir böyük ölçülü tam boy mətbəx mebeli yerləşdirilib. Membran panellərdən əla teksturalı bir mətbəx mebeli var. Əla rəng tonlarından da istifadə edilib. Toshiba markalı 4 qapılı bir soyuducu, Bosch markalı bir elektrik sobası, 5 gözlü bir keramika qaz, əla bir aspirator, paltaryan və qabyan yerləşimi də burada həyata keçirilib. Hotpoint markalı gizli bir paltaryan və 13 nəfərlik Hotpoint markalı bir qabyan da yerləşdirilib. Belə bir modern moyka, əlavə olaraq qab-qacaq dəstlərinizi yerləşdirə biləcəyiniz şüşə paneldən mətbəx mebelinin davamı və yemək masası yerləşən hissə isə belə bir faskalı güzgülərlə və bura işıqlandırmalar və MDF panellə əla dekor edilib. Mətbəx mebelinin davamı olaraq burada da yenə şkaf tərtibatımız var. Davam eləyək yataq otaqları ilə. Ümumi sanuzeli göstərim sizə yataq otaqlarına keçməzdən öncə. Hər sanuzeldə ayrı teksturalı qranitlərdən istifadə edilib və tam əşya və aksesuar yerləşimi həyata keçirilmiş vəziyyətdədir. Gizli işıqlı güzgü, mərmər üzüklü bir moydadır, künc bir duş kabin, ECA markalı sanuzel aksesuarlarından istifadə edilib və suşulkaya qədər yerləşdirilmiş vəziyyətdədir. İndi isə əsas yataq otaqlarını təqdim edirəm sizə. Bütün otaqlarda əşya planlaması ideal şəkildə həyata keçirilib. Yenə burada da tam sanuzel tərtibatını görürsünüz. Unitaz üzəri nişa və işıqlandırmalar. Xrom rənglərə üstünlük verilib bu sanuzeldə. Qarayan bir moydadır və künc bir duş kabindən istifadə edilib. Yataq dəstinin yerləşimi burada nəzərə alınıb. Kondisioner yerləşimi bütün otaqlarda var. Və bu hissədən isə qardirob mebelinizi rahatlıqla yerləşdirə bilərsiniz. Make-up yerləşimi, qardirob davamını isə bu Riger girintinin sağ və sol hissələrindən rahatlıqla həyata keçirə bilərsiniz. Yenə burada da rahatlıqla iri həcmli əşyalarınızı olduqca rahatlıqla yerləşdirə bilərsiniz. Yatağın yerləşimi burada nəzərə alınıb.
tumbaların üzəri bura işıqlandırmalarla bəzədilib. Qardirob mebeli yerləşiminə, TV yerləşiminə qədər, make-up yerləşiminə qədər hər şey tam olaraq nəzərə alınmış vəziyyətdədir. Bu otağın da yenə öz daxilində sanuzel, ümumilikdə 3 sanuzel var. Hər sanuzeldə birində bu sanuzeldə məsələn qara rənglərə üstünlük verilib, digər sanuzellərində isə qızılı və xrom rənglərdən istifadə edilib. Hər üç sanuzel kifayət qədər geniş və rahat sanuzellərdir. Gördüyünüz kimi rahat da əşya yerləşimi həyata keçirilib. Və son olaraq da mənzilin uşaq yataq otağını təqdim edeyim sizə. Yenə burada da ideal əşya yerləşimi alınıb. Yataq dəstəsinin istər böyük, istər ayrı-ayrılıqda 2 ədəd yataq dəstəsi yerləşdirə bilərsiniz. Girişdən sola isə qardirob mebeli yerləşimini həyata keçirə bilərsiniz. Bu kondisionerin alt hissəsinə isə 2 uşaqlıq belə yazı masası, hətta make-up belə yerləşdirə bilərsiniz. Belə mənzili demək olar ki, tam olaraq təqdim elədim sizə. 28 may metrosunun düz yanında 18 mərtəbəli rezidens binanın 7-ci mərtəbəsində 195 kvadrat ölçülü keyfiyyətli bir mənzil təqdim edirdik bugün sizə. İdeal da proyekti var. Mənzilimizə start olaraq təyin edilən qiymət 790 min manatdır. Sənədi çıxarışlı mənzilin ipotekaya uyğun müştərilər də əldə edə bilər bu mənzili. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, Rekam.